Salam izləyicilər, şagirdlər və müəllimlər. Sizə maraqlı iki məsələnin həllini göstərəcəm. Birinci məsələ belədir. X kubu çıxılsın 30x kvadratı plus kx minus 840 çoxadlisinin kökləri ədədi silsilə təşkil edərsə k ədədini tapın. İkinci sual isə 0 pi bölü 2 intervalında yerləşən A həqiqi ədədi üçün elə A həqiqi ədədi üçün sekans üstü 4 alfa plus tangens üstü 4 alfa bərabərdir 5101 bərabərliyi doğrudur. Sekans kvadratı A plus tangens kvadratı A ifadəsinin qiymətini tapın. Əvvəlcə birinci suala baxaq. Birinci sualı biz Viet kub dənliklər üçün Viet teoreminin köməyindən istifadə edib həll edəcəyik. Birinci suala baxaq. Çoxadilinin kökləri nədir? Çoxadilinin kökləri çoxadilinin dəyişənin sıfıra çevirdiyi qiymətləridir. Yəni biz burada birinci növbədə çoxadilini bərabər edirik sıfıra. X-in kubu çıxılsın 30 x-in kvadratı plus kx minus 840 bərabərdir 0. Onda Viet teoreminə görə köklərin cəmi x işarə ilə ikinci əmsala bərabərdir. Köklərin cüt hasilləri cəmi, yəni x1, x2 topla x2, x3 topla x1, x3 öz işarəsi ilə ikinci əmsala, köklərin hasili isə sərbəst əddə bərabərdir. Üçüncü isə köklərin hasili, yəni x1, x2 vur x3 x işarə ilə sərbəst əddə bərabərdir. İndi köklər ədədi silsilə təşkil etdiyinə görə ədədi silsilənin xassəsindən bilirik ki, əgər A1, A2, A3 ədədlər ədədi silsilə təşkil edirsə, A2 ədədi A1 ilə A3-ün cəminin yarısıdır. Və yaxud hər tərəfini 2-yə vursaq, A1 plus A3 cəmi 2 dənə A2-yə bərabərdir. Ona görə burada da x1 topla x3 cəmi 2 dənə x2-yə bərabər olacaq. O zaman bundan istifadə edək biz. Yazıram ki, deməli x1 topla x3 cəmi əvəzinə 2x2 topla x2 bərabərdir 30-a. Onda buradan 3x2 bərabər 30 olar. X2 də bərabərdir 10 olar. İndi biz buradan ikincidə x2-nin mötərəzə xaricinə çıxarsaq, x2 vurulsun x1 topla x3 plus x1, x3 bərabərdir k olar. Onda buradan x2 vurulsun x1 plus x2-nin də əvəzinə, x1 plus x3-ün də əvəzinə 2x2 yazaq. Bayaqki kimi plus x1, x3 bərabərdir k-ya. Burada alınar 2x2-nin kvadratı plus x1, x3 bərabərdir k-ya. İndi x2-ni biz 10 tapmışıq. Burada yerinə qoyaq. x1 vurulsun. x2-nin əvəzinə yazıram 10. Vurulsun x3 bərabərdir 840-a. Onda buradan x1 vur x3 niyə bərabər olar? 84-ə bərabər olar. Və bunları gətirək burada yerinə qoyaq. Onda k bərabərdir 2 vur. x2-nin yerinə 10 qoyaram. 10-un kvadratı plus x1, x3 hasilinin yerinə 84. Buradan da k 284 alınar. İkinci suala baxaq. Deməli, belədir. 0 pi bölü 2 intervalında yerləşən A həqiqi ədədi üçün sekans üstü 4 alfa plus tangens üstü 4a. İndi orada a'dır, alfadır. İndi onun elə bir önəmi yoxdur. Bərabərdir 5101 bərabərliyi doğrudur. Sekans kvadratı a plus tangens kvadratı a ifadəsinin qiymətini tapın. Deməli, bilirik ki biz sekans a yaxud alfa kosinus alfanın tərsidir. Yəni 1 bölünsün kosinus alfadır. Və biz bilirik ki əsas trigonometrik yeniliklərdən 1 plus tangens kvadratı alfa
1 bölünsün kosinus kvadratı alfadır. Biz onda belə yaza bilərik. 1 plus tangens kvadratı alfa bərabərdir. 1 böl kosinus alfa sekans alfa olduğuna göre sekans kvadratı alfa yaza bilərik. Biz buradan tangens kvadratı alfanı sağa keçirsək, sekans kvadratı alfa çıx tangens kvadratı alfa bərabərdir 1 olar. Sekans kvadratı alfa çıxılsın tangens kvadratı alfa bərabərdir 1 olar. Bunu yadda saxlayaq. İndi biz bilirik ki a kvadratı plus b kvadratını alınma düstur deyirik buna və yaxud köməkçi düstur deyirik və s. Bunu iki formada yaza bilərdik. 1 a minus b'nin kvadratı plus 2ab kimi. Bir də ki a plus b'nin kvadratı minus 2ab kimi yaza bilərdik. Ona görə biz məsələdə verilən o tənliyə baxaq, bərabərliyə baxaq. Yazılmışdı ki sekans üstü 4a plus tangens üstü 4a bərabərdir 5101. Biz bunu belə yaza bilərik. Tangens, sekans birinci halda yazmaq olar ki, birinci halda sekans kvadratı a çıxılsın. Deməli, tangens kvadratı a'nın kvadratı plus 2ab. Yəni 2 sekans kvadratı a vurulsun tangens kvadratı a kimi yaza bilərik. Bərabərdir. Deməli 5101. Yəni bu düsturla yazdıq. Onda 1 plus, çünki qiyməti 1'dir. Sekans kvadratı a çıxılsın tangens kvadratı a. Plus 2 sekans kvadratı a vurulsun tangens kvadratı a bərabərdir 5101 olar. Buradan 2 sekans kvadratı a vurulsun tangens kvadratı a bərabərdir 5100 alınar. İndi isə ikinci alınma müxtəsər vurma düsturundan istifadə edək. Deməli bu ifadəni yazaq. Deməli yazırıq. İkinci hal üçün sekans kvadratı a plus tangens kvadratı a kvadratı, xaricində kvadratı çıxılsın. 2 sekans kvadratı a vurulsun tangens kvadratı a kimi yazdıq. Bərabərdir 5101'ə. 5101'ə. Bu ifadənin biz yəni 2 sekans kvadratı a vur tangens kvadratı a ifadəsinin qiymətinin biz 5100 olduğunu almışıq. Onda sekans kvadratı a topla tangens kvadratı a'nın kvadratı bərabər olar 5101 plus 5100, o da bərabərdir 10201. Bu da məlumdur ki 101'in kvadratıdır. Beləliklə sekans kvadratı a topla tangens kvadratı a ifadəsi 2 dənə kvadrat ədədin cəmi müsbət ola bilər. Ona görə bunda qiyməti 101 olar. Təşəkkür edirəm, sağ olun.